Maddi səbəblər təhsil almaq üçün maneədir, yoxsa yox? Yəni imkanımız olmadığı halda övladımızı oxuda bilək. Bunun üçün müxtəlif yollar deyəcəm. Səhifəmizi izləyin. Bismillah, getdik. Birinci növbədə, əgər bilirsən ki, yəni hər bir ailə öz büdcəsinin, gəlirini çıxarın bilir. Sən bilirsən ki, sən övladını ödənişli yerdə oxuda bilməyəcəksən. Yaxşı müəllimlər tuta bilməyəcəksən. Hətta onlayn belə hazıra qoysan, məcbursan müəllim tutasan. Yəni kitabından tutmuş hamısı puldur. Və sən bütün bunları bildiyin halda bu zaman nə edə bilərsən? Yaxşı olar ki, sən həmin uşağı, yəni şagirdin, övladının aşağı sinifdən yaxşı olmasını, yəni dərslərinə nəzarət eləsin. Birinci növbədə ibtidai sinifdən yaxşı gəlməlidir. Daha sonra yuxarı siniflərə qalxdıqca heç olmasa bəlli, bazalı, əsas, yəni ana xəttdə təşkil edən fənləri oxumalıdır. Bunların içərisində Azərbaycan dilidir, riyaziyyatdır ki, bunlar mütləq olmalıdır. Uşağın seçiləcəyi qrupu təbii ki, öncədən bilməlisə onun potensialına uyğun. Və bu fənni, heç olmasa 3 fənni uşağın yaxşı getməlidir ki, gələcəkdə çox böyük düşməsin. Mənim o vaxtı xalam oğlu 5-ci, hətta 1-ci sinifdən anası çox qəşəng üstünə dururdu. Harda endirimli yer var, apardı ora. Əhmədlidə yaşadıqları halda, and Allaha şahidəm özüm, Əhmədlidə yaşadıqları halda 10 manata ingilis dili kursu tutmuşdu. Nə bilim, 15 manata kimya müəllimi tutmuşdu. Bax, belə-belə pasteli satırdı, müəllimə pastel göndərirdi. Yəni, bax, bu şəkildə uşağını oxutdu və 11-ci sinif bitirəndə də 605 balla Bakı Dövlətə qəbul oldu. Yəni, oxuyan uşaq üçün o qədər də böyük əngəl deyil. Hə, oxumayan və orta səviyyəli uşaq üçün müəyyən əngəllər olacaq. Yəni, bunu biləsən. Heç olmasa sənin övladının 8, 9, 10-cu siniflərdə, 11-ci siniflərdə ən azından 2 fəndən, 3 fəndən hazırlıqlarını təşkil etməlisən. Yəni, bu rayon yerlərində biraz daha münasib başa gəlir. Yəni, kifayət qədər keyfiyyətli, yaxşı müəllimlər var. Müəyyən qədər ucuz da başa gəlir, yaxşı başa gəlir. Amma əgər bu şəhərdəsə artıq qiymət artacaq. Lap onlayn da qoysan, yenə də təbii ki, fərq edir. Düzdür, onlayn hazırlıqlar hardasa 40-50 manat arası bir fən, amma əyani hazırlıqlar yetərincə yuxarıdır. Bəli, oxuyan uşaq onlayn hazırlıqla da nəticə əldə edə bilər. Heç olmasa 2-3 fəndən. Yəni, ən azından nəzərində tut ki, sən ən aşağı büdcə ilə tut, heç olmasa 100, 150, 200 manata qədər uşaq üçün xərc çəkməli olacaqsan. Bu arada bizim onlayn dərslərə qoşulmaq və təkrar proqramlarında sürət qruplarında iştirak eləmək üçün 055 597 01 51-ə yaza bilərsiniz. Təbii ki, biz də şagirdləri nəzərə alaraq, hər büdcəyə uyğun olaraq 45 manata təşkil eləmişik. Hardasa bir ay yarımlıq hazırlığı sadəcə 45 manatla sən bütün proqramı ən azından mükəmməl bir şəkildə imtahana kimi təşkil etmiş olacaqsın. 9, 10, 11-ci sinif uşaqları qoşula bilərlər. Bu qədər. Sağ olun, səhifəmizi izləyin.